Hamı çəkmişdi, bir mən qalmışdım. İncəlik yorumlar deyəcəklər ki, hər şey çəkirsən, bunu da çəkmə də, amma çəkəcəm. Bugün biabır olduğunuz anları oxuyacağıq. Görələr nə tər biabırçı, rüsvay şeylər yazıbsınız. Bu arada qorxmayın Brensik etirafları və ya anlarınızı yazanda. Həqiqətən də heç birinizin adını göstərmirəm. Bu görə də rahat-rahat yaza bilərsiniz. Deyirəm və video keçirəm. Görələr nə tər biabırçı şeylər yazıbsınız. Sevgilimlə öpüşən anam gördü. Video belə başlamamalıydı. Abi anam hardaymış, sevgilin hardaymış, harda görüşübsüz, harda şey eləyibsiz, öpüşübsüz də anan görübsən. Həqiqətən də mənim beynim almayan şeylər də. Qardaşım siz önləminizi almırsınız. Gedin sonra qapını çitək. Nəsə bu haqda tüyo vermək istəmirəm. Eləməyin. Vəbşi eləməyin elə şeylər. Dostum məni oğlanla görmüşdü, hamıya demişdi. Bir dəqiqə, sən indi qızsansa və dostun səni oğlanla bir dəqiqə, oğlanı sənin üstündə tutmuyursa, səni oğlanla görməyin nə problem var? 5-ci sinifə mi gedirsiniz? Yəni o yaşlarda problem ola bilər belə şeylər. Ancaq normalda yəni problem bir şey deyil də. Nə olsun ki, yəni hökm akışsızsın deyə fərqli şeylər fikirləşmə məzuniyyətindəsiniz. Şu an vaxt oyun vardı, kart oyunu. Hər uduzanda bir şey çıxırdı əynindən. Məni lüt eləmişdilər. Hansı uşaqlıq yaşamısan? Sən bizə bir uşaqlıq yaşamısan? Bu nə oyundur la? Siz hansı bir kurukda yaşamısınız? Belə uşaqlıq var, belə oyun var la. Sizin oynadığınız oyunun nə tər uşaqlıq keçirmisən ala? Tu sənin sifəti və. Oyun oynayan saçıb atamın yanında söyüş söymüşdüm. Yəni bunu yaşamayan yoxdur deyəcəm. Mən yaşamamışam şəxsən. Yəni mən ümumiyyətlə söyüş söymürdüm də yəni. O yüzden mənim üçün problem olan bir şey deyil. Gecə xalamcıla qalanda VC ilə yataq otaqlarını qarışdırdım. Ay zibi, çox qaranlıq idi. Ola bilər ya abi. Çünki tanımadığın bir evdə başa düşürsən, qarışdıra bilərsən də. Yəni bu səni bağışlamaq olar. Ancaq şəş girsən yataq otağına. Allah bilir indi kimin yataqlarıdır. Orada Nəysə ki. Göründü qağaz nə qaracaq deyib meteorda tez-tez düşəndə yıxılmışdım. Təbrik edirəm qardaşım, uğurunun davamına. Sən lazım idi. Bu ümumiyyətlə var, özünü cool göstərmək, zırılmaq qədər axmaqca bir şey yoxdur bu dünyada. O günlər nə vaxt idi? Kargo yerinə getmişdim. Hə, kargo alacaqdım da. Kartla ödəniş yox idi, nağd lazım idi. Mən də bütün pul kartdadır da, heç üstündə heç vaxt nağd pul gəzdirmirəm mən. Abi, bir dənə kişi durmuşdu orada. Nəsə o da kargo alırdı, nağardı bir şey elirdi də. Dedim ki, olar ki, siz mənə 5 manat verəsiniz, mən sizin kartı atım. Kişi var ha, zırla durub belənin içində. Mənə belənin baxdı, cavab belə vermədi. Adam bir dənə əsəb keçirdi. Hansı gün və zırılırsan ala? Niyə zırılırsan? Bax elə. Nədir bu ya? İkimiz də insanıq. Sən də ölüb gedəcəksən. Bax işte 50 ildən sonra sən heç bir ruhun belə olmayacaq. Yəni burada başa düşürsən. Niyə zırılırsan? Hansı gün və zırılırsan? Həqiqətən mən çatmır da yəni. Bu cürdə ən zəhləmcədən şeylərdən budur bu zırılmaq. Sadə insan olmaq ən yaxşıdır həqiqətən deyirəm. Yəni özünü bu qədər göydən aparma heç yeri yoxdur. Həqiqətən deyirəm. Hamımız insanıq, hamımızın axırı yəni torpaq. Yəni bu zırılan özünü göydən aparan insanların həqiqətən də bir qram beynin olduqlarını düşünmürəm də yəni. Bir gün tədbirdə getmişdim necə bir cümlədən. Tədbirə getmişdim. Sonra danışdılar falan və bir dəqiqə sükut dedilər. Onda da qarnım guruldamışdı. Deməli indi isə bir dəqiqə sükut eləyirik. Ay sipi. Ayda unutmuram. Atamla anamı otaqda görmüşdüm. Hala utanıram, üzərinə baxa bilmirdim. Otaqda jətər görmüşdün ki, yəni soruşmaq ayıb olmasın, necə görmüşdün ala? Abla etiraflardan mən başlayan kimi belə şeylərə məruz qalmaq məcburiyyətindəydim. Mən görə gözləmirdim belə etirafların belə olduğunu. Riyaziyyatda cavabı bərkdən qışqırmışdım, əminliklə səs çıxdı. Bu heç olmaz normal bir etirafdır. Yox bir öpüşəndə anam gördü, yox bir anamla atamı bir yerdə tutdum, yox bir nəysə bir şey eləyəndə bir şey gördü. Da bezdi və sinirlənəcəm. Bu nə də var? Deməli uşaqlar, lövhədə gördüyünüz bu sualın cavabı nədir? Mən deyim, o sualın cavabı 45 eləyir. Yo, səhvdir. Otur yerə. Səhvdir. Yo. Avtobusa minəndə kartı vurdum. Kifayət qədər balans yoxdur dedi. Ay, hamının yaşadığı o utanc verici pasiyaklığın dibidə yəni başa düşürsən. Avtobusun içindəkisə hələ baxır ki, zibil, pasiyak, bir dənə kartda pul da yoxdur. Külsən başına. Bir dəfə səhnə içəri bütün toz deyir. Buna bax bir dənə. Uçuşurlar havada. Olub ala. Bir dəfə səhnədə mahnı oxuyurdum. Mikrofon xarab oldu. Səsim çıxmadı. Hamının içində biabır oldum. Mən bunu canlandıracaqdım. Sonra dedim ki, indi mən burada mahnı oxusam, indi mən də biabırçı vəziyyətə düşəcəm. Ona görə eləməyəcəm. Canlandırmayacağam bu səfər bunu. Şu an vaxtı çəkdiyim TikTok videolarına sinif yoldaşlarım çəkdim TikTok videolarına hər də baxmır. Daşıq sən öldürəm də yəni. Əgər köhnə TikTok videolarına baxmaq istəyirsinizsə, buradakı linkdən baxa bilərsiniz. Onun TikTok videolarına baxdığımız bir video çəkmişdim. Harca bir 7 ay falan olar. Vaxt nə tez keçir ya. Gör, o vaxtlar heç 10 min falan var idi. Fikirləşə bilsən yəni. Həqiqətən vaxt çox tez keçir. Nəysə söhbətimiz bu deyil. Sən burada biabır olmusan. TikTok videosu nədir lan? TikTok seçən özünə hörmət eləmir. Bu nə deməkdir? Təbii ki, zarafat edirəm bu arada. Yəni bundan gedib moquteli də eləyərlər. Bacımın işlətdiyi kurs üçün reklam çəkmişdim. Bacımın işlədiyi kurs üçün video çəkmişdim. Bacım az kurs da işləyirdi. Mən də çəkimdə reklamda versinlər mən xahiş edirəm. Silah zoru, hə, məcburən yəni çək. Videoda biraz cringe idi. Getdim kursdakı hamı görüb, onu gələn kəsən deyirdi ki, o qız budur. Sən bir dənə söz deməsən baxanda, utanması bir şey deyil əslində baxanda da. Yəni sən orada bir dənə iş eləyibsən, çox olsa bacıva kömək eləmsən də. Yəni orada sən laqa qoyanlar, yəni çox düşüş adamlardır belə pis sıxmasın. Yəni mən də yəni normalda video çəkəndə abunəm falan olmayanda mən çox laqa qoyurlar. Ondan sonra bir abunəm 5000 10000 keçəndən sonra hamısını izlədiyimi soruşmağa başladılar. Sevdiğim kızın yanında müəllimin gözünə şillə vurmuşdum. Ay yox hala müəllim ay çox səhv oxudu. Vergisiz nöqtəsiz olanda belə olur da sən öl deyirəm yəni. Sevdiğim kızın yanında müəllim gözümdən vurmuşdu. Müəllim sən vurun. Mən dedim sən müəllimə vurmusan. Yazığım cümlənin mən nə deyim ya. Bir dəfə məktəb koridorunda dostum şalvarımı çəkmişdi aşağı. O qədər o dostumla əlaqəli kəsməyi tövsiyə edirəm. Ona məktəb koridorunda şalvarımı aşağı çəkib. Millət var da o qızı, oğlanı, böyüyü, bacası, müəllimi, direktoru. Hamı sənin
Başa düşdün yəqin ki, nə olur. Yəni bu utancı sən yaşayırsan, mən yaşamamışam, inşallah da yaşamaram. 2 yaşadığımı sanmıram. Valla qaş taxıram bir dənə birazcık, bədənimi bir dənə sıxmaz sürüyə. Kimsə çəksə düşməz belə başa düşsən. Məktəbdə zır paket partlatdım. Məktəbdə niyə zır paket partladı sən Allah? Dərslər yazıya idi. O müəllimə məni çox istəyirdi. Dedi ayıb olsun. Hay bu şey bir sənədir. Bu şey utanmaq deyil də. Bu kiçik düşməkdir müəllimin gözündə. Bilirsən ki, sən istəyən bir müəllimdir, amma sən onun gözündə düşürsən, adam özünü pis hiss eləyir, başa düşsən, qırılır. İnşallah bundan sonra zır paket partlatmazsan. Məktəbdə zır paket partlatmaq nədən? Ay, nə qarsızdan, nə qədər uşaqlıqdan. Uzaqdan gələn marşruta əllədim ki, saxlasın. Sən də mən fəhlə marşrut deyim. Fəhlə elə. Yəni olsun ki, burada biabr olasın da var ki, bir yandan düz keçsin yəni. Və bir şey ola bilər. Məsələn, marşrutda qaçırsan, çata bilmirsən. Marşrut səni gözləməyib gedir. Hə, onda bir yüngül var, utanırsan. Utanılacaq bir şey deyil də yəni. Sənin istədiyin marşrut deyilmiş. Bir dəfə mesajları SS eləyib həmin adama atdı. Bu yaxşı idi. Bu çox zor bir şeydir. Amma bu zibil də yəni. Fək kimləsə danışırsan, hə, kimsə qeybət edirsən, hə. Ondan sonra onu SS alırsan, atırsan həmin başqasına da yəni yalla. Gəziyyətdə müəllimə bizi yoxlamaq üçün səhv cavablar verilmiş. Hamısını düz dedim. Ay. Belə bir şey yaşamamışam ya. Yəni bizim müəllimlər belə bir şey eləməyib. Amma bu video baxan müəllimlər varsa belə şeylər eləyə bilərsiniz. Görün də kimə kitabın testinin arxasından köçürdüm. Nənəmin qonaqlar üçün ayırdığı şirniyyatı yedim və gördü. Bu da utanılacaq şey nə var ki, yəni sən uşaqsan və götürüb yersən də yəni şirniyyatı. Nə var ki? Yaxşı gizlətsəydilərmiş də yeməyərmişsən yəni. Başa düşürsən? Günah onların. Təzə bir kas astıranda ad, soyad və ata adı deməli idim, amma mən adımı, yaşımı və hobbilərimi saymamışam. Bəli, adınızı, soyadınızı və ata adınızı deyin zəhmət olmasa. Hə, deməli adım Aydan, yaşım 21, hobbilərim video seçmək, video baxmaq, sonra qızlarla tarqoya gedib kofe içmək. Xanım, sizinlə tanış olmaq istəmirəm. Mən sadəcə kart çıxartdırırsınız. Bir dəfə sinif yoldaşımdan gedirdim, yoldan birdən eşşək kimi güldü, adamlar çönüb bizə baxdı. Ya, heç olmasa dostun gülüb, sən gülməyibsən, başa toza var bir dənə evin içində, bu da var bir dənə. Xahiş edirəm kameranın qabağına keçmə. Yəni dediyim kimi, ən azından dostun gülüb, sən gülməmisən. Ha, biraz gözləyim bu tozla ensin yerə. Bu nədir lan? Qapını açıb gəlinə yol vermək üçün arxa-arxaya gedib bir oğlana dəydim, yanındakı gülürdü hələ. Yanındakı niyə gülürdü? Yəni birində dəymək, birində nə bilim ilişmək, yəni çox normal bir şeylərdir. Yəni hər yerimizdə gözümüz yoxdur ki, zaman yəni xiyar kimi gülürlər də belə olaylara. Qışda kənddə ayağım sürüşüb, əlim inək təzəyinə girmiş, yanımda da uşaqlar var. Əlimi iynə görə qəşəng iyi gələcək orada. Yanında da uşaqlar var. Uşaqlar varsa problem yoxdur da, yəni nə bilim nə problem olar. Şəkilən də yəni çox utanc verici bir şey olar da həqiqətən də belə bir şey yaşayır. Çəkindiyin insanların yanında olsaydı bu həqiqətən daha çox utanc verici olar. Tualetdə nah çəkirsən və biri girir. Dostum, tualetdə niyə nah çəkirsən ala? Tualetdə bir insan niyə nah çəksin? Mən çatmır həqiqətən. Oturmusan belə bekarçılıqdan çəkirmişsən, nə qarmışsan da yəni. İşə gedirdim, qar yağmışdı. İşə çatana yaxın insanların içinə sərildim yerə. 5 saniyə gözlədim. Bəlkə kimsə kömək eləyə. Heç kim gəlmədi. Düz yanımdan keçdilər. Ayıb olsun, həqiqətən də. Sözün əsl mənasında ayıb olsun da yəni. Yanımda o günlərdə nə vaxt idi bilmirəm. Harca bir il falan olar da. Elə bil ki oturmuşduq Yusiflə. Hə, Yusif əsrə getməmişdi də. Yox, bir ildən daha çox olur. Elə bil oturmuşduq Yusiflə. Hə, elə bil nəsə yerdik, marajda yerdik, nə vardı, yay ayları idi. Qabağımızda skuter sürən bir dənə qız var idi. Qız bildiyin qabağımıza yıxıldı yerə də. Sözün əsl mənasında yıxıldı da yerə. Ondan sonra getdik yanına, qaldırmaq üçün falan da. Elə bil qoluna tutub qaldırmaq istədik, hə. Qız belə deyir. Lazım deyil. Özüm qalxıram ayağa. Ehtiyac yoxdur. Elədi bildiyin qız. Sonra arxasından bir dənə başqa bir dənə oğlan gəldi. Hə, o onu kömək eləməyə çalışanda ya da kömək eləyəndə ona heç nə demədi. Heç nə, biz də qayıtdıq yerimizə gülməyə başladıq. Yəni bizə belə davranır, biz də belə davranırıq. Bu arada tanışı değildi bu arada. Tanışı değildi, bildik yəni. O söhbətə qulaq asdıq da yəni. Tanışı olan insan da elə davranmır. Atam baxanda gördü. İnşallah sən it balası kimi çırpmışdır. Başqa işini demək istəmirəm də yəni. Deyəsən biabr olacaq. Dostum adınızı göstərmirəm. Niyə biabr olsunuz lan? Dostum biabr olduğunuz qədər olubsuz. Burada niyə biabr olasınız? İndi keçirik YouTube daşlara. Bu arada YouTube daşlar həqiqətən çox zay idi. YouTube'da yazdıqları həqiqətən çox bərbad idi. Həqiqətən özünüzü gəlişdirməlisiniz abi. Səbirlə söz deyim 250-260 dənə yorum gəlmişdi. Hə mənim atdım o posta. Yarısı altıma elədim, altıma qaçdım. Yaxud nə bilim qaz çıxardım kimi etiraflar idi. Yarısındakı şey idi. Nə bilim orada yıxıldım, burada yıxıldım, məktəbdə yıxıldım, qar yağanda yıxıldım. Nə bilim müəllimin qucağına düşdüm, oğlanın qucağına düşdüm kimi yorumlar idi. Eyni şeylər yazırsınız. Qardaş, bir arada bir yorumlara baxın ki, nə tər tipdə yorumlar yazıblar ki, siz fərqli bir şey yazasınız. Sonra qədər istirohlər getmişdi. Adam çox idi deyə bizimkilər tez-tez gözümdən qaçırdırdım. Sonra bilmə söz demək üçün yanına getdim. Oğlanın qucağına yıxıldım. O da dedi ki, bir qabağına bax, çox danmışdı. Oğlan məsələn niyə belə bir şey desin ki? Abi bilmədən olan bir şeydir. Yəni qabağına bax nə deyir? Qucağına yıxılmarsan da la. Qucağına yıxılmaq da bir şeydir. Qucağına. Təndən fayda sadəcə qucağına düşürsən. Çox çabuk bir cavab verin. Bir qabağına bax. Nə? Qabağına bax. Nədir ki, sən yıxıla bilməzsən, sən ayağını düşə bilməz. Məktəbdə olanda tualetə getmişdim. Birdən xadiməçi qapını açdı. Sonra heç nə olmamış kimi qapını bağladı. Yolda gedəndə usta bir dayı gördüm. Yorulmasız demək yerə nuş olsun demişdim. Nuş olsun nədir? Nuş olsun nədir? Nəsə yermişlər bəlkə hoca nuş olsun demiş. Cəmaət həqiqətən yəni, dərs oxumaqdan beyni qaçıb. Oha, uzun bir şey gəldi. Yəni bir gün məktəbdə ingilis dili dərsində idik. Normalda ingilis dili dərsindən maraqlı olmasam da bu səfər özümü tam hazır və cümlə hiss edirdim. Nə qəşəng cümlə yazıb yəni. Müəllim hamıdan cümlə qurmaq istədi. Ən birinci mən əl qaldırdım. Müəllim sual dolu nəzərlə mənə baxdı. ChatGPT-dən yazdırmayıbsan dəqiq bir şeyi. Etirafı ChatGPT-dən yazdırmayıbsan hə? O an ağlım qarışdı və dediyim cümlə bu oldu. Yəni nöqtədən sonra və yazıb tamam ChatGPT yazmır bunu öz yazıb. Yesterday I ate an elephant in the school.
Nə dediyimi özüm də anlamadım. Bütün sinif güldü. Müəllim isə sənə dəyişiklik istəmişdim. Deməli səbəbi bu imiş dedi. Sinif güldü. Mən isə pərt oldum. Pərt deyil abi bu. Yəni müəllim yəni yumorik cəhətdən sənə cavab verib də. Yəni bu səni bozğuntuya uğratmayıb əslində baxanda. Niyə utanasan ki? Mən utanılası bir şey deyil bu arada. Xoş sən indi məktəbin içində fil yersənsə, burada həqiqətən də bir problem var demək. Bu arada cümlə yazıcı stili həqiqətən çox xoşuma gəldi. Normalda siz də cümlə yazanda, mətn yazanda belə yazın. Vergülünüz olsun, nöqtəz olsun, nə bilim, dırnaq işarəsi zadı görürsünüz nə qəşəng yazır. O cür oxumaq da rahat olur. Yoxsa ilan qurbağa nə tər gəldi. Bu boyda şeydir, hə? Heç bir dənə nöqtə yox, vergül yox. Oxuyan adam göz qanıyır. Uniyə gedəndə uni deyil qardaşım. Qısa yazırsansa uni yaz, udur. Azərbaycan dilində universitetdir. Universitet deyil, başa düşürsən, yəni una yazmaz. Hər nəsə. Universitetə gedəndə tez dururam deyə yuxulu olaram. Hər şeyi necəldə eləyirəm. Necəldə eləyirəm. Hər şeyi necəldə eləyirəm. Dünən də yenə durub getmişəm universitetə. Qapıdan içəri girəndə ayağıma baxdım. Ayaqqabıların biri başqa ayaqqabı. Ay zibil. Yaxşı ikisi ağ idi deyə çox hiss olmadı. Rezalət. Həqiqətən rezalətdir. Heç universitetə girəndə metro yazıldı mı insan axı? O zibil. Gör nə qədər adam görür ola səni. Universitet belə şeylərdə daha betərdir. Bilirsiniz niyə? Çünki daha çox adam görürlər sizi. Həqiqətən də çox problem bir şeydir. Keçmiş olsun. İnşallah bundan sonra hər şey necə gəldi eləmərsən səhər sağı duranda da biraz diqqət eləyərsən. Məktəbdə sevgilim var. Nəysə, məktəbdə sevgilim var idi. Bundan müəllimlərin falan xəbəri oldu. Bir gün sinifə rəhbərimiz psixoloq nə əlaqə? Direktor girdi. İçəri sevgili olduğumuza görə ağızlarına gələn dedilər 10-cu sinif idim. Yaxşı eliblər. Normalda müdirə falan haqq vermərəm də bu səfər həqiqətən də yaxşı eliblər. Yəni 10-cu sinifsən, nə sevgili olan məsələsən sən məndən? Sən neçə yaşın var? 16 yaşın var sən. Sevgili. Sən get dərsləri oxu, bir universitetə hazırlaşırsan, nə qarsan? Ora sən sevgilisin gəlsən yoxsa? Nəysə əsəbləşdim ya. Uşaqlar həqiqətən sözün əsl mənasında deyirəm hə. Yəni 18-19 yaşınızı keçməmişən sevgili xəyallarına düşməyin. Çox zarafatsız deyirəm. Vaxtınızı boş-boş xərcləyirsiniz. Bu gün başqa bir sinifdən kitab almışdım. Bir dərs sonra getdim ki, kitab verim. Artıq dərs başlanmışdı. Çöl tərəfdə qapının şüşəsinə baxdım ki, müəllim stolunda heç kim yoxdur. Dedim, yəqin müəllim də yoxdur. Bax, bir dənə vergül nöqtə yoxdur. Bax, bayaq dediyim şey buna aiddir. Bir mətn uzunluğunu gör. Bu kuplet şeydir, bu boyla. Bir dənə nöqtə vergül yoxdur. Sinifə girdim, kitab verdim. Sağ ol deyib çıxanda eşitdim ki, müəllim deyir, adam bir salam deyər, olarmı deyər. Dedim, ay müəllim, siz Allah bağışlayın. Orada kimsə görməndə elə bilim boş dərsdir. Həmin an. Abi, müəllim bir zaten görmür ki, səni görməyib də müəllim. Yəni sənin görmədiyi bariz deyilmi yəni? Sən görməyib ki, beləncə reaksiya verib. Yəni yoxsa uşaq bilmir ki, içəri girəndə icazə almaq lazımdır. Bunu bir şey deyib eləmək lazımdır. Yəni uşaq bunu bilmirmi elə bilirsən? Satıcıya pulu əksik verdim. Cibimdə artıq pul götürməmişdim. Ay zibil, pasyak. Deməli 10 manat 10 qəpçiləri. Mənim üstümdə sadəcə 10 manat var. Eybi yoxdur, gələn səfər verərsən. Xahiş edirəm, 10 qəpim çatmır, nə olar keçsin bu səfər. Ay bala, nə varsan? Bir dəfə tualetdə yatmışdım. Yəni tualetdə necə yata bilərsən Allah? Tualetdə yatmışdım. O qədər uzun müddət keçirdim sən ki, orada yəni yatıbsan orada. Mən başqa açıqlaması ola bilməzdim. Sarımsaq yemişdim. İngilis dili müəllimi dedi ki, puf, bu nə idi? Gəlib biabır olmuşdum. Bu çox pis idi. Bu çox pis idi həqiqətən. Riyaziyyat müəllimi, nə qardı riyaziyyat? İngilis dili müəllimi özdə. İngilis dili müəllimi, nə qardı İngilis dili müəllimi? Heç olmasa biraz fəçib qıraqda falan deyərdin ala. Ay zibil. Biabırçılığın dibidir. Rüsvayçılıqdır həqiqətən bildiyin bu söz. Nəysə, etiraflarımız bu qədər imiş. Etiraflarımız biabır olduğunuz anlarınız daha doğrusu. Uşaqlar daha çox sevsəniz, daha çox gələr. Daha çox sevsəniz nətər bir cümlə. Daha çox biabır olduğunuz anları oxumağını istəyirsə bu videoya əgər 3000 like gəlsə biabır olduğunuz anları oxuduğumun ikinci bölümünü çəkə bilərəm deyirəm və bu videonu burada sonlandırıram. Buradan da etiraflarınızı oxuyuram. 6-cı bölümə baxa bilərsiniz. O son etiraf videosu olacaq böyük ehtimal. Çünki kifayət qədər like gəlmədi, 10.000 like gəlmədi, o cür deyirəm. Nəysə, hamısı sizin əlinizdə deyirəm və bu videonu burada sonlandırıram. Gələcək videoda görüşürüz.